Bugün Göyçay rayonunda Vətən müharibəsinin igid qəhrəmanı şəhid Elvin Nizami oğlu Mikaylovun anım mərasimi keçirilib. Tədbirdə Göyçay rayon icra hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, din xadimləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, məktəblilər və şəhidan ailə üzvləri iştirak ediblər. Mərasim torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəman oğulların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb. Çıxış edənlər Elvin Mikaylovun döyüş yolundan göstərdiyi igidlik və qəhrəmanlıqlardan danışıblar. Məktəblilər vətənə sevgi və qəhrəmanlıq mövzusunda şeirlər səsləndirib, şəhidin məzarı üzərinə gül dəstələri düzülüb. Elvin Mikaylov 1986-cı il avqustun 1-də Göyçay rayonunun Alpot kəndində anadan olub. Evli idi. O 2020-ci ilin sentyabrın 27-sində başlayan Vətən müharibəsində iştirak edib, Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimiz rayonun Alpot kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda göstərdiyi şücaətə görə Prezident İlham Əliyevin sərəncamları ilə Elvin Mikaylov ölümündən sonra vətən uğrunda Laçının azad olunmasına görə və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilib. Tədbirin sonunda şəhidimizin bizlərə əmanəti olan 6 yaşlı qızı İnci Mikailzadə atasına həsr etdiyi duyğusal şeiri səsləndirib. Kim deyir ki, dağımdan darıxıram atam üçün, vətən üçün canımdan keçən, o qəhrəman adam üçün. Ölməyib ki, şərt ol, o bizə görə bilirəm. Mənim atam qəhrəmandır, mən ona fəxr edirəm. Bu anlar tədbir iştirakçılarını dərin kədərlə yanaşı qürur hisssinə də bürüyüb. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Etibar Bəşirov, Göyçay naminə.